1985-ci ildə fevral ayının 6-sında dünyaya gəlmişəm. Ata-babam tərəf Fatmiyə kəndindəndir. Anam isə Zığ kəndindəndir. Əlbəttə, Azərbaycanımızın bütün bölgəsi və güşəsi mənim üçün əziz və doğmadır. Amma bu iki kəndin xüsusi yeri var, çünki bu kəndlərlə bağlı xatirələrim də var. Fatmayı kəndinə gəldikdə adı ilə bağlı bir neçə versiya söylənilib. Həmən ehtimallardan biri Fatmayı fəth mehi, yəni mehi küləyi özünə çəkən, alan, fəth edən mənasını kəsb edir. Çünki bildiyiniz kimi bu kənd coğrafi nöqteyi nəzərdən 54 metr Xəzər dənizindən yüksəklikdə yerləşir. Amma ikinci versiya ruhuma daha çox doğmadır. O da belə qeyd olunur ki, Peyğəmbərimizin əziz qızı xanım Fatimə ilə bağlıdır deyirlər. Fatimi, yəni xanım Fatimənin nəslindən olanlar. Bu da sevindirici bir haldır ki, Bakı kəndlərimizin bir neçəsinin adı Əhl-i Beytin adı ilə bağlıdır. Bu da bu yurdun Əhl-i Beyti olan sevgisindən xəbər verir və bu da həqiqətən sevindirici bir haldır. Biraz da fərqli bir mövzuya yanaşsam, belə söyləyərdim ki, ümumiyyətlə insan müəyyən kimlikləri təmsil edir. Doğulduğu məkan, ana yurd, oxuduğu məktəb, müəllimlər, sahibləndiyi ideologiya, din və s. Bu daşıdığı kimliklər o zaman gözəl təmsil edə bilər ki, ilk öncə insan insani və ilahi dəyərlərə yiyələnsin. Bəli, belə olduğu təqdirdə qazandığı uğur insaniyyətə və bəşəriyyətə xidmət etmiş olur. Və biraz da mövzunu dərinləşdirsəm, bəli, bir insan bəlli bir zamanda, müəyyən bir məkanda doğulur. Amma onun faydası dar bir çevrədə olmamalıdır, məhdud bir çevrədə olmamalıdır. Onun faydası zamanları və məkanları aşmalıdır. Yadıma İbrahim Peyğəmbərin bir duası düşür. Həmən dua o qədər gözəl və şirindir ki, həmən duaya Qurani Kərimdə yer ayrılıb. Allah o duadan söhbət açır. Orijinaldan söyləsəm, düşündüyüm qədər daha təravətli olar. Həzrəti İbrahim belə buyurur. وَجْعَلِّ لِسَانَ صِدْقٍ فِي الْآخَرِينَ Allahım elə et ki, özüm ölsəm də sözüm yaşasın. Özüm ölsəm də məndən faydalana bilsinlər. Yəni, mənim faydam yalnız yaşadığım məkana və zamana aid olmasın. Mən ölüb gedəndən sonra da bəşəriyyət məndən faydalana bilsin. Bəli, insan o zaman ilahi hədəfə tərəf hərəkət etmiş olur ki, onda olan o potensial və istedad aktuallaşır və çiçəklənir və həmən potensialdan zamanlar, əsrlər, məkanlar faydalanır. Və Allahın elə yaradanımızın da bizdən elə istəyi budur. Mənim də arzu və istəyim Allah cəmiyyətə, bəşəriyyətə faydalı olmağı bizə nəsib etsin və əlimizdən almasın.